Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə 2025-ci il test toplusundan funksiyalar və qrafiklər bölməsindən belə bir sualın izahına baxacağıq. Demək, məsələdə bizə deyir ki, fx xətti funksiyası üçün bu şərt ödənərsə f5-i tapın. Məsələdə özü bizə funksiyanın, yəni fx funksiyasının xətti funksiya olduğunu öncədən deyir. Deməli, fx funksiyası kx plus b şəklində olur. Biz bu deyək ki, bu şərti, yəni bu funksiyaların hər birinə tətbiq eləsək, onda yaza bilərik burada k vurulsun 3x minus 5 plus b, yəni f 3x minus 5-in yerində plus f 2x plus 3-ün yerində də yaza bilərik k vurulsun 2x plus 3 yenə plus b bərabərdir 15x minus 12. Tamam, burada mötərizələri açsaq, sadələşdirsək, alacaq 3k x minus 5k plus b plus 2k x plus 3k plus b bərabərdir yenə 15x minus 12 olur. Burada k'ları bir yerə, daha doğrusu məlumları, məsulları bir qruplaşdırsaq burada, demək ki, sol tərəfdə alacağıq, bax, bunlar sadələşdirsək olur 5k x olacaq plus 2b minus 2k bərabərdir 15x minus 12 olacaq. Üzr istəyirəm, burada məsələdə bizə plus verib bunları, plus 12. Tamam, burada baxın, əmsalları bərabərləşdirsək, yəni 5k bərabərdir 15 və buradan 2b minus 2k sərbəst həddə nədir? Sərbəst həddə bərabər olacaq, yəni 12-yə bərabər olacaq. Buradan biz k-nın 3 olduğunu tapırıq və digər tərəfdən 2b minus 6 bərabərdir 12. Həll eləsək buradan b bərabərdir 18, 2-yə bölsək 9 olur. Deməli, bizə verilən funksiya fx bərabərdir 3x plus 9 şəklindədir. Bu isə bizdən nəyi soruşur? f5-i hesablamağa. Yəni 3 vuraq 5 plus 9 bərabərdir olacaq 24. Cavab 24 olur. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.